Sidik qaçırma adından da göründüyü kimi qeyri-iradi olaraq qadında sidik ifrazı prosesinin olmasıdır. Və çox təəssüf ki, özəlliklə Azərbaycanda və Qafqazda hər 40 yaş üstü hər 4 qadından birində sidik qaçırma rast gəlinməkdədir. Və bu sidik qaçırmadan danışdığımız zaman yaxşı olar ki, öncə onun növlərinə toxunaq. Birinci, ən çox rast gəldiyimiz və ginekoloqların ən çox maraqlandıran, yəni sahəsi olan stress tip sidik qaçırmadır. Bu sidik qaçırmada əsas xəstələrin şikayəti öskürəndə, askıranda, ağır qaldıranda və ya tez-tez yeriyəndə, ya da bəzən cinsi əlaqə zamanı qeyri-iradi olaraq sidikin qaçmasıdır. Bu nə ilə əlaqədar olur? Sidik kanalı önündəki toxumaların zəifliyi və vezikovaginal fassia dediyimiz, yəni sidik hissəsi ilə vagina arasında olan bir fassiyanın yırtılması sonucu baş verir. Bu ən çox demək bizim rast gəldiyimiz tipdir. İkinci tip örç tip. Bu belə deyək, loru dildə desək, psixoloji, neuroloji bir tipdir. Yəni necə? Qadın sidik ifrazı istəyi var, yalnız tualete yetişə bilmir. Yəni beyin o sidiyə getmə prosesini tormozlaya bilmir. Vaxtı gəlmədən sidik ifrazı prosesi baş verir. Ya da qadın hər hansı bir su səsini eşidir, ya da hər hansı başqa bir yerdə, məsələn, evdə olanda tez-tez sidiyə gedir. Məsələn, tez-tez sidiyə gedir, çünki ayaq yolunu, belə deyək, psixoloji olaraq ayaq yoluna getməyi vərdiş adına almışdır. Amma başqa bir yerə gedəndə tamam yadından çıxır və sidiyə getmə istəyi olsun, sidik qaçırma istəyi olsun, aradan qalxa bilir. Yəni biz ona görə bunu neyrogenik sidik hissəsi sendromuna deyirik. Yəni sidik hissəsi həddən artıq həssasdır və təəssüf ki, beyin siqnallarına cavab vermir. Qeyri-iradi olaraq sidik ifrazını gerçəkləşdirir. Üçüncü tip də qarışıq tipdir. Bu qadınlarda həm öskürərkən, həm askırarkən sidik qaçırma olur. Həm də örç tip kimi, dediyim kimi, tualetə yetişə bilməmə, su səsi gəldiyində sidik qaçırma, bu tiplər ola bilir.